qiyməti aşılayan hörmətli müəllimlər, bizi kvadrata yüksəldən, tariximizi qürurla danışan, coğrafiyamızın özəlliklərini anladan, ədəbi dilimizi formalaşdıran, ana dilimizi sevdirən doğma müəllimlərimiz. Hər bir uğurlu insanın zirvəyə qalxmasında bilavasitə rolü olan, suyu, havası, günəşi, torpağı olan müqəddəs peşə sahibləri. Sizsiz nə uğur var, nə də hüzur. Sizsiz nə kəramət var, nə də ədalət. Sizsiz nə millət var, nə də dövlət. Bu alqışlar sizin üçündür. Qarşısında baş əyləsi, səcdə ediləsi, hörmət ediləsi, adı ən yüksək tribunadan çəkiləsi peşədir, müəllim peşəsi. Mən bu dünyada müəllimlikdən yüksək ad tanımıram deyən ulu öndər, böyük müəllim Heydər Əliyevdir. Dünya siyasətçilərinin belə öyrənəcəyi böyük müəllim, ən sadə vətəndaşların ölkənin inkişafında əsas rolü olduğunu xatırladan, idmançıların, sənət adamlarının, xalqın xüsusi elçisi olduğunu bizə öyrədən, vəzifə adamlarının, xalqın xüsusi elçisi və qulluqçusu olduğunu bizə öyrədən böyük müəllim. O böyük müəllimin fiziki yoxluğundan 23 il keçsə də, biz ondan öyrənməli, bəhrələnməli, faydalanmalıyıq. 100 il sonra belə onun dediklərinə qulaq asmalı, tövsiyələrinə riayət etməliyik. 30 il sonraki öncə görmələrinin reallığa çevrilməsi nə qədər ulu öndər, böyük müəllim olması haqqında xəbər verir. Onun sevdiyi, seçdiyi, yüksək dəyər verdiyi, müqəddəs peşə sahibi bildiyi, yəni sizin vətənpərvər ruhda yetişdirdiyiniz balalarımız Qarabağımızı bizə qaytarmadı mı? Onun ölkəmizin iqtisadiyyatı haqqında öncə görmələri bizi dünyanın ən iradəli, sarsılmaz, güclü bir xalqına çevirmədi mi?